Salam uşaqlar, bugün Cimlə işləyirik və videolarım davamlı olması üçün sadəcə bəyənməyiniz və abunə olmanız kifayətdir uşaqlar. Üzr istəyin, boğazım ağrıyır və səsim təmiz batıbdır, amma necə vaxtdır ki video yaza bilmirəm ona görə də. Gəlin başlayaq. Deməli, testi po tekstu 11-ci sinifdir, yəni mətnə görə işləməliyik burada. Mən oxuyum və ondan sonra tərcümə edəm, ondan sonra da sualları işləyərik. Оксфордский университет – один из старейших и престижных вузов мира. Oxford Universiteti dünyanın ən qədim və nüfuzlu ali təhsil müəssisəsindən biridir. Он находится в юго-восточной Англии. O, cənub-şərqi İngiltərədə yerləşir. Ежегодно миллионы туристов приезжают сюда, чтобы посмотреть традиционный оксфордский майский праздник и подышать средневековой атmosferой древнего университета. Yəni deyir ki, hər il milyonlarla turist ənənəvi Oxford May bayramı görmək və qədim universitetinin orta əsr atmosferini hiss etmək üçün bura gəlirlər. Оксфорд – это уникальное историческое учебное заведение. Yəni Oxford Оксфорд уникал тарихи tədris müəssisəsidir. Оно занимает одно из первых мест в рейтинге лучших университетов мира. Deməli, o dünyanın ən yaxşı universitetləri reytinglərdə, yəni ilk yerlərdən birini tutur. Точная дата его основания неизвестна. Onun dəqiq yaradılma tarixi məlum deyil bizə. Однако исторические факты говорят о том, что преподавать здесь начали еще в начале XI vека. Lakin tarixi faktlar göstərir ki, burada hələ 11-ci əsrin əvvəllərindən dərs deməyə başlayıblar. Среди преподавателей и выпускников Оксфорда есть нобелевские лауреаты, короли, британские премьер-министры, известные политики, бизнесмены и спортсмены. Deməli, Oxford'un belə deyək də, Oxford'un müəllimləri və məzunları arasında Nobel mükafatı laureatları, krallar, Britaniya baş nazirləri, tanınmış siyasətçilər, yəni iş adamları və deməli idmançılar da var. Для поступления в Оксфорд нужно пройти несколько этапов. Deyir ki, Oxford qəbul olmaq üçün bir neçə mərhələdən keçmək lazımdır. Учебный год в Оксфорде начинается в октябре и делится на 3 семестра: осенний, зимний и весенний. Deməli, Oxfordda tədris ili oktyabrda başlayır və 3 semestrlə bölünür: payız, qış və yaz. В tечение года студенты посещают лекции, семинары, а также индивидуальные занятия с преподавателем. Deyir ki, il ərzində tələbələr mühazirlərdə, seminarda, həmçinin müəllimlərə fərdi məşğələlərdə iştirak edirlər. Большую часть своего свободного времени они проводят в университете və deyir ki, onlar yəni boş vaxtların, belə deyək də, böyük hissəsini universitetdə keçirirlər. Yəni большую часть своего свободного времени они проводят в университете, там же проходит общественная, спортивная и повседневная жизнь студентов. Deməli, böyük hissəsini, deməli, boş vaxtlarını da, belə deyək də, asudə vaxtlarını, belə deyək, universitetdə keçirirlər. Tələbələrin ictimai, idman və gündəlik həyatı da elə orada keçir, yəni. В колледже находится общежитие, библиотека, компьютерный центр, спортивные залы и многое другое. Deməli, orada da, yəni kollecdə yataqxanalar, kitabxana, kompüter mərkəzi, deməli, kompüterный centrdə mərkəzi kompüter mərkəzi, düz dedim də, sportivni idman zalları və başqa deməli şeylər yerləşir orada. Ondan sonra Оксфордский университет имеет собственное издательство, где печатается известный во всем мире Оксфордский словарь. Və deyir ki, Oxford
Universitetinin şəxsi nəşriyyatı var ki, orada bütün dünyada tanınan Oxford lüğəti çap olunur. Tak, deməli, uşaqlar, gəlin başlayaq. Birinci sualımız belədir. Deməli, burada birinci sualda deyir ki, укажите основную мысль текста. Əsas ideya tapmalıyıq biz. Əlbəttə ki, burada ümumi olaraq söhbət nədən getdi? Əlbəttə, Oxford Universitetindən, düzdürmü? Yəni, onun unikal tarix təhsil müəssisəsi olmağı, bax o şəkildə, yəni qalanları, məsələn, onun içindədir, düzdür. Amma əsas ideya, söhbət nədən getdi? Oxford Universitetinin. Deməli, E variantda Oxford Universitet является уникальным историческим учебным заведением deyə biz burada E variantını götürə bilərik. Какое утверждение не соответствует содержанию? Mətnə uyğun olmayan, deməli, hansı variantdır? В рейтинге лучших университетов мира Oxford всегда занимает первое место deyir. Burada в рейтинге лучших университетов, yəni deyir ki, Oxford həmişə dünyanın ən yaxşı universiteti reytingdə birinci deməli yerdədir. Gəlin indi baxaq görək bu düzdürmü yoxsa yox. Так, görürsünüzmü? Оно занимает, Оксфорд это уникальное историческое учебное заведение, оно занимает одно из первых мест в рейтинге лучших университетов мира. Yani o ən birinci deyil də, yəni içindədir, belə deyək də, yəni mətndə nətər yazılmışdı ki, o dünyanın ən yaxşı universitetləri reytingində ilk yerlərdən birini tutur. Ona görə də bax, A variantı biz səhv kimi seçə bilərik burada. Tak, dəlşə. Üçüncü sualımız, gəlin baxaq. Üçüncü sualımız. Используя информацию из текста, укажите верный ответ на вопрос. Для чего каждый год туристы приезжают в Оксфордский университет? Deyir ki, belə deyək də, turistlər niyə deyir gəlir Oxford Universitetinə? Каждый год, hər il nəyə görə gəlirlər? Biz də ucu mətndən bilirik ki, gəlin baxaq, indi özümüzdə tapaq onu. Так. Ежегодно миллионы туристов приезжают сюда, чтобы посмотреть традиционно оксфордские майские праздники и подышать средневековой атмосфере древнего университета. Deməli, чтобы увидеть майский праздник. Угу. Дальше, четвертое. Дополните предложение информации из текста. Mətnə görə tamamlamalıyıq. В Оксфордском университете учебный год начинается в октябре и делится на 3 семестра. Осенний, зимний и весенний. Düzdürmü? Deməli, onda düz olacaq E variantı. Делится на 3 семестра. В Оксфордском университете учебный год делится на 3 семестра deyə уже tam mətnə görə tamamlamaq lazımdır. Дальше. Напишите из второго абзаца текста синоним слова создание. Uşaqlar, bax 5-ci sualda deyir ki, ikinci abzatsdan создание, yəni yaradılmış da belə deyək, yaratmaq, создать, yaratmaq demək. Создание sözünün deyir ki, onun quruluşu da, yəni məsələn universitetdə создание universiteta ilə qurmaqda, universiteti qurmaqda belə deyək. Yaradılmaq da, bəli, yaradılmış olar da, yaradılış demək də olar, создание. Deməli, ikinci də olsa, deməli, tak. Üzr sayın uşaqlar. Tak. Основание. Основание. Biz seçə bilərik. Дальше. Шестое. Дополните предложение информации из текста, заменив в ответе не менее 2 слов. İki söz heç olmasa dəyişməliyik. У Оксфордского университета есть свое издательство. Gəlin tapaq bu cümləni burada. Ondan sonra da bilərik ki, necə dəyişərik. Так, Оксфордский университет имеет собственное издательство, где печатается известный во всем mire Оксфордский словарь. Deməli, biz də indi özümüz də yazmalıyıq da onu, heç olmasa 2 söz. Yəni, burada uca sözün bazanız olmalıdır və sinonimlər də bilməlisiniz ki, onları əvəz etmək üçün. Məsələn,
Tutaq ki, yazaq belə. Оксфордского университета есть свое издательство, в котором издается, где печатается написано, а мы yazmalıyıq ki, məsələn, в котором издается, yani məna eyni qalır uşaqlar, просто sözlər dəyişirsiniz. İzdается знаменитый, например, в котором издается знаменитый Оксфордский словарь. Оксфордский словарь. Bax, bu şəkildə deməli tamamlamalısınız. 6-da. Так. И дальше. Deməli, 7-də. Ответьте на вопрос, выразив свое мнение не менее чем в 3 предложениях. В каком университете вы хотели бы учиться? Sual belədir. 3 cümlədə fikrimizi yazmalıyıq da, ifadə etməliyik. Hansı universitetdə oxumaq istəyirdiniz? Deməli, uşaqlar, Dilin öz cavabını da yazmışam sizə burada. Biləsiniz ki, Dim nə yazıb da? Yazıb ki, с детства я много читала о Гарвардском университете. Я знаю, что в этот университет очень сложно поступить. И если у меня получится, я буду очень счастлива там учиться. Deməli, ideya olaraq da, yəni olsun sizdə. Həmə də bax, bu şəkildə də yazdım mən. Я бы хотела или хотела учиться в Бакинском государственном университете. Это один из самых известных университетов в Азербайджане. Там можно получить хорошее образование и развить свои знания. Bax, bu şəkildə də yaza bilərsiniz. Yəni, ideya olaraq yazdım ki, ikisində, deməli, screen edə bilərsiniz və videonu dayandırıb da yaza bilərsiniz. Və axırıncı sualımız, gəlin baxaq. Так. Deməli, 8-й, да, выпишите из 3-го абзаца текста слово, которое означает учреждение, которое собирает и хранит произведения печати и письменности для общественного пользования. Deməli, burada bizim elə bir söz tapmalıyıq ki, bu məna ona deməli uyğun olsun. Bu izah. Например, burada nə yazılıbdır? Deyir ki, ictimai istifadə üçün çap və yazılı əsərləri toplayan və saxlayan bir, belə deyək də, qurummu, yermi deyim. Adı nədir? Onun deyir. Və əlbəttə burada 3-cü, deməli, deyir ki, abzatsdan tapın o sözü. Əlbəttə ki, burada o söz kitabxana sözüdür. Düzdürmü? Kitabxana. Deməli, kitabxanadırsa, onda biblioteka. Biblioteka. Yəni, bir dənə sözdür ki, hansının izahı, bax, budur. Учреждение. Библиотека. Что это? Это учреждение, которое собирает и хранит произведения печати и письменности для общественного пользования. Все. Yəni, kitabxana nədir? Yəni, ictimai istifadə üçün çap və yazılı əsərləri toplayan və saxlayan bir yer ya da qurum. Bax, bu şəkildə olmalıdır. Yəni, bircə sözü seçməlisiniz. Все. Sağ olun. Görüşərik.